fikirlərinizi eşidək. İlk növbədə bütün xalqımızı təbrik edirəm bu qələbə münasibətilə, bu kubok münasibətilə. Çünki bu çoxdan da qələbə qazana bilmirdik. Bu iki qələbə bizim üçün çox vacib idi. Şükürlər olsun belə alındı. Əslində oyunda istəyərdik qələbəni təmin eləyək. İndi futboldur. Hər cür epizoda hazır idi. Şükürlər olsun qələbə qazandıq. Oyunun taleyi penaltilər seriyasında məlum oldu. Çox uzun davam elədi və sonda belə deyək, nöqtəni siz qoydunuz oyunda. Bu barədə fikirləriniz əvvəlcədən hər hansı bir düşüncələriniz var idimi? Ola bilərdimi sizin fikriniz? İstər-istəməz oyun final deyiləndə, penallaşma deyiləndə qapçıyam da axşam oturub oyuna hazırlaşanda beynində o ssenarini fikirləşirsən. Mənim də beynimdə bir ssenari var idi. Oturmuşdum, baxmışdım, analiz eləmişdim. Düzdür, çox da uğurlu alınmadı mənim üçün. Çünki tapa bilirdim istiqamətlərini, amma sonluq yox idi. Qismət sonuncuya imiş. Təşəkkür edirəm. Uğurlar növbəti oyunlarda. Nurlan, hələ